Sizcə bizi özünə heyran qoyan bu dünya əslində gözəl bir saraydır, yoxsa insanı içəri çəkib boğan şirin bir tələ? İmam Əli əleyhissalam buyurur ki, dünya insanın nəzərində yamyaşıldır, şirindir, lakin o şəhvətlərə və keçici arzulara bürünmüşdür. O azacıq bəzəyi ilə nadanları aldadır, lakin sevinci sabit deyil. Dərd və kədəri isə bitmək bilmir. Dünyanın rahatlığı səhər çağı küləyin sovurduğu quru bir çör-çöpə bənzəyir. Onun bir tərəfi şirin və xoş görünsə də, digər tərəfi ölümcül xəstəliklər və zəhərlə doludur. Ondan çox qazanan qiyamətdə ağır bir hesabla özünü həlak edər. Az qazanan isə canını qoruyar. Bu dünyada təqva və pəhrizkarlıqdan başqa heç bir xeyir yoxdur. Dünyanın şirinliyi acı, saf suyu isə şordur. O dirisini ölümə, sağlamını isə xəstəliyə doğru aparır. Və siz, bugün səhər dost kimi görünüb, gecə düşmənə çevrilən bir dünyaya ürək bağlamağa hazırsınızmı? Seçim sizindir.